Salam qızlar, salam əziz izləyicilərim. Necəsiz qızlar, nə edirsiniz? Mən də gördüyünüz kimi, öncəki videolardan eşitdiyiniz kimi artıq yola düşdüm. Səhər-səhər çıxdım, gedirəm. Mamamla görüşdüm, mamamla ayrıldım. Ürəyim mamamın yanında qaldı. Amma həyat nə edə bilərik? Hər zaman bizim istədiyimiz kimi olmur. Hər şey bizim istədiyimiz kimi olmur. Hər zaman bizim istədiyimiz kimi olmur. Yaşayırıq. Gedirəm artıq öz evimə. Burada da qardaşım namaz qılmağa düşdü. Allah yolumuzu açıq eləsin dedi və yola düşdü. Qardaşım aparır məni. özü sürərək. Hər gün hər dəfə videolar çəkdiyim qardaşımla deyil, o böyük qardaşımla olurdum. Bütün Qusarda çəkdiyim videolar həmişə böyük qardaşımla gedirdim hara getsəm. Çünki bu qardaşım, bu məndən balaca qardaşımdır. Bu Azərbaycanda deyildi, bu təzə gəlmişdi. Ona görə bu əslində o qardaşım dedi apararam. Bu dəfə də bu dedi ki, yox mən apararam, sən dincəl. Onu qoymadı. Onun çünki ailəsi də gəlmişdi. Və nəvəsi, uşaqları hamısı gəlmişdi. Dedi, sən uşaqlarla vaxt keçirt, mən aparacam bacımı. Belə gəldi. Dedim, sən də tək qaydanda narahat olacam ki, sən təksən. Kimisə götür özü ilə, o da dostunu götürdü. Elə bir yerdə məni gətirib çıxartdılar. Belə yolda da biraz çəkirəm sizin üçün. Yolda da biz hər zaman getdiyimiz yolla getmədik. Fərqli bir Şamaxı tərəfdən getdik, Ağsu tərəfdən. Birinci dəfə idi mən Ağsuda olmuşam. Ağsu Perivalını eşitmiş olarsınız. Yəni oradan keçmişdim öncə də. Amma bu Şamaxı tərəfi heç görməmişdim. Şamaxı nə gözəl rayon imiş, dağlıq, çox gözəl təbii. Azərbaycanın həqiqətən də nə gözəl təbiəti var imiş. Yəni biz Qarabağ tərəflərdə olmamışam. İnşallah oralara da gedərik. İndi biz tərəflər qəşəngdir. Masallıda olmuşam, Lənkə, belə də Masallı, İstisu oralarda olmuşam. Oralar da yaxşıdır, amma Şamaxı bir ayrı gözəllik, çox xoşuma gəldi. Şamaxıda mən heç kimi tanımıram. Bir dənə video çəkən blogerimiz Solmaz xanımı tanıyıram. Çox adam yəqin ki bu videoma baxanlardan onu tanıyırlar. Onun rayonudur. Deyirəm Solmaz xanım, o gözəlliyini rayona qoyub siz Bakıda necə yaşayırsınız? Çox xoşuma gəldi Şamaxı. Sonra oradan gəldi Ağsudan keçdi. Yollarda da bütün yol boyu, yolun qıraqları boyu kafelər, nə bilim, samavar çayları, belə xırda da kafeşka deyim, nə deyim, balaca yerlər belə açıblar. Ailə şeyləri də, ailə biznesi kimi. Samavar qoyub çay satırlar dağın başında. Belə o qədər gözəl. Düz tezdən deyəndə 11-də, 12-də çıxmışdıq. Düz axşam qaranlıq düşəndə çatdıq. Çünki yolda çox saxladıq. Neçədən yerdə çay içmək, nə bilim, qutab yedik. Belə də gəzə-gəzə gəldik. Belə baxa-baxa gəldik. Çox xoşuma gəldi. Bundan sonra deyirəm ki, biz İmişliyə gedəndə, həmişə Bakıdan İmişliyə gedəndə ancaq Şamaxı yolu ilə, Ağsu yolu ilə. Düzdür, yollar biraz belə döngəliklər də, Ağsu Perivalını eşitmişsiniz də biraz. Amma orada həqiqətən çox gözəldir, dəyər o yolla getmək. Biz normalda həmişə bu nədir onun adı, Ağcaqabul yolu ilə də Sədərəyin yanından keçirik. Amma biz bu dəfə bu tərəfdən gəldik. Baxın, görün nə gözəldir. Bura artıq Ağsudur. Ağsudan çıxdın və buradan çıxdın Kürdəmirə keçirsən, həyat dayanıb. Demək, Kürdəmir rayonu, kim Kürdəmirdən mənə baxan varsa inciməsin, həqiqətən də elə bir cənnətdən, yenə deyirəm, cəhənnəm demirəm, yəni cənnətdən belə bir quru səhra kimi bir yerə düşürsən, ancaq yorğunluqlar, belə isti artıq görürsən ki, küçələrin vəziyyətindən, ancaq küçələr heyvanlar, belə inəkdir, yamışdı, qoyundu, sürülərlə dolu. Belə sanki başqa bir dünyaya düşürsən də, Kürdəmir tamamilə Ağsudan sonra Kürdəmirə giriş o deyil amma.
Hər yerin, hər kəsin öz yaşadığı yer gözəldir. Hamı üçün öz evi, o necə deyirik, adi daxma olsun, öz evim olsun. Yəni öz evi hamı üçün rahatdır. Həmçinin də öz yaşadığı rayon hamı üçün yaxşıdır yəqin ki. Məsələn, mən Qusardan gəlib İmişlidə tamam fərqli bir dünya kimi gəlirsən. Çünki Qusar çox təmizdir, rayonu çox həddindən artıq təmizdir. Bir dənə siqaretin qabığı belə yolda tapa bilmərsən. Qusara gedənlər çox adam gedir, gedənlər bunu təsdiqləyə bilərlər. Amma İmişli rayonunda küçələr çox bərbad haldadır. Sanki təmizlik işləri heç getmir. Yenə rayonu pisləməyi mənasında demirəm. Hər kəsə öz rayonu yaxşıdır. Mənim də rayonum buradır. Yəni bura gəlin gəlmişəmsə mən buranı öz rayonum kimi götürürəm. Amma təmizlik barədə ola bilsin ki, Qusar turistik zonadır. Ona görə olsun çox təmizliyə riayət eləyirlər. Və beləliklə bu qədər. İndi artıq evdəyəm. Biraz Leyla ilə çəkilişlər olsun. Bu qısa bir video olacaq. Like qoymağı, abunə olmağı da unutmayın qızlar. O dəyərli vaxtınızı sərf edib videomu da izlədiyiniz üçün çox sağ olun qızlar. Gələn videolarda Allahın izni ilə görüşmək ümidi ilə ayrılırıq. Sağ olun, hələlik. Leyla. Gilas kırır, eli çatmıyor. Ah gilas. Dedim kırım verim onu. Лейла, может, ты спать будешь? Нет. Почему нет? Макарошки, да? Нет. Макарошки соберем? Да. Dağıtırsan bura kimi gəlir, bırakırsan bura. Ay sənə qurban olsun nənə. Olsun. Ha? Gelişim. Nə edirsən sən? O nə deyil? Onu neynəmisən? Çıxart elə eləmə, olmaz. Qaldır, aç. Çıxart. Gəl gedək biraz yat. Nənə də paltarları yığsın yuxarıda. Gəlirsən? Saçına bax. Bax, elə düşdü dedim mi? Bax, gör nə qəşəng qız oldu. İstəmirsən belə. Baxım, dalını çevir. Bakın. Bax. Moya prinsesa. Иди пересыпай. Rezinkalardan колечко olar. Вот такое дело. Колечко салалось. Почему забили мои пальцы? Красиво. Тебе нравится? А? Платье istəyir. Burada da platyası yoxdur. Mənkin geyinib gəzir. Nравится тебе? А? Ой, я не купанула. Нет, Лейла, ты играй, я вот сижу с тобой рядом. Ты играй. Играй, я тебе даю. Ну ладно. Играй, а то весело будет. Oturmuşuq qızlar həyətdə Leyla ilə. Leyla oynayır. Pisokla mənə də verib ki, sən də oyna. Mən çay içirdim burada belə.
Simicka çırptıram biraz oturup ellerimle terbiyeli şey olup kapını suladım, yudum, temizledim. Böyle bundan yürü. Мама, играй песком ты тоже. Играй песком. Кого ты ждешь? Ha? Кого ты ждешь? Играй. Ну, это же детское. Ну что мы родителям дать? Ничего страшного. Что? Ничего страшного, можно родителям. Ничего страшного. Я всегда с тем буду делиться. Со всеми будешь Конечно. буду делиться. Конечно, давай, играй. Я тебе подарю лучше. Если не будешь играть, тогда я у тебя оставлю. А если не будешь играть, тогда я заберу. Придется играть, что делать, Лейла? Играть. Да, буду.